səsi milyonları ayağa qaldırır. Ən məşhur mahnısı necə yaranıb? Onun səsi eşidiləndə hər bir Azərbaycanlının qəlbində vətən sevgisi, döyüş ruhu alovlanır. Söhbət hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, təkrar olunmaz səsinə görə haqlı olaraq Azərbaycanın Levitanı adlandırılan hərbi diktor Şəmstan Əlizamanlıdan gedir. Ölkəz bu dəfə sizə onun həyatı, yaradıcılığı və çoxlarının bilmədiyi maraqlı faktları təqdim edir. Şəmstan Əlizamanlı 1959-cu ildə Gürcüstanın Marneolo rayonunda anadan olub. 1977-1979-cu illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçir. 1979-1981-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyir. Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisas artırma kursuna göndərirlər. Moskvada keçirilən diktorluq kursunu fərqlənməklə bitirir. 1992-ci ildə o Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayır. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarılmışlar və onun səsi üzərində dayanırlar. Həmin ilin iyulun 7-sindən Azərbaycan televiziyası ilə efirdə, hərbi geyimdə, hərbi diktor kimi cəbhə bölgəsində olan vəziyyəti xalqa çatdırmağa başlayır. 1992-ci ilin oktyabrından hərbi ştata keçərək leytenant rütbəsi alır. Bəlkə də çoxları bilmir ki, Şəmstan Əlizamanlının ən məşhur əsərlərindən olan İgid Əsgər mahnısı Azərbaycanın milli qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunub. Bu mahnının arxasında isə xəstəxana otağında verilən bir söz və qəhrəmanlıqla dolu təsirli bir həyat hekayəsi dayanır. Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan Azərbaycanın milli qəhrəmanı Yusif Mirzəyev səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanada müalicə alarkən Şəmstan Əlizamanlı ilə eyni palatada qalır. Həmin xəstəxananın həkimi Şahin Musaoğlu İgid Əsgər, möhkəm dayan mahnısını yazır. Mahnının sözlərini bəyənən Yusif Mirzəyev Şəmstan Əlizamanlıdan onu ifa etməsini xahiş edir. Şəmstan Əlizamanlı isə mahnını oxuyacağına və Yusif Mirzəyevə həsr edəcəyinə söz verir. Daha sonra Yusif Mirzəyev müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıdır və 1993-cü il fevralın 19-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəmstan Əlizamanlı da verdiyi sözə əməl edərək İgid Əsgər mahnısını onun xatirəsinə həsr edir. Sonradan Şəmstan Əlizamanlı cənab leytenant, and içirik, çağırır vətən, qalx Azərbaycan, vətən əmanətim, can Azərbaycan, 1-ci batalyon, and içirəm, Siravi Əhməd, çırpınırdı Qaradəniz, dağlar, Azərbaycan Türkiyə, ana yurdum, Tanrı Türkiyə yar olsun və sairə mahnılarını da ifa etməyə başlayır. Hazırda onun ifa etdiyi mahnılar Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənir. O həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir. Bundan əlavə Şəmstan Əlizamanlı Türkiyədə də geniş fəaliyyət göstərir. Onun bəstələdiyi və ifa etdiyi Zəfər Bismillah mahnısı 2019-cu ildə Türkiyədə Rəcəb Tayyib Ərdoğanın lider olduğu Ədalət və İnkişaf Partiyasının seçki musiqisi olub. Şəmstan Əlizamanlı səsi təkcə Azərbaycanda deyil, Türkiyənin milyonlarla izləyicisi olan Diriliş Ertuğrul serialında da səslənib. O serialda Ozan obrazında çıxış edərək Allah Türkiyə yar olsun mahnısını ifa edib və tamaşaçıların rəğbətini qazanıb. Dünyanın 185 ölkəsində 25-dən artıq dildə yayımlanan, hər seriyası təxminən 2 milyard 600 milyon insanın sevərək izlədiyi serialda onun ifa etdiyi bu mahnı və rol aldığı səhnə rekord sayda baxışla yadda qalıb. Ailəsi haqqında çox danışmağı sevməyən Şəmstan Əlizamanlının bir qızı və bir oğlu var.